Xarici vətəndaşa bıçaqla hədə-qorxu gəlib, onun pullarını götürən Bakı şəhər sakini saxlanılıb. Xarici vətəndaşı qarət edən 29 yaşlı Bakı şəhər sakini Talih Hacıyev tutulub. O, gecə saatlarında Xətai rayonu Məhəmməd Hadi küçəsində marketlərin birində alış-veriş edən Pakistan vətəndaşını qarət edib. Belə ki, BMT-nin xətti ilə qaçqın statusunda Bakı şəhərində müvəqqəti yaşayan Seyid Reyhan Əli Seyid Cavid Əlini hədələyərək onun pullarını alıb. Arxadan yaxınlaşıb onu bıçaq çıxarıb həyatı sağlamlığı üçün zor tətbiq etmək hədəsi ilə hədələyərək üzərində olan pul kisəsindən 70 manat pulunu alıb hadisə ilə qaçıb getmişdi. İçkili idim, düşanın əlində piva alıb içəcək yerdim. Onda gördüm biri keçir, əlində pul lazım. Bunun yanına getdim, metro tərəfdə. Bundan pul istədim, tələb elədim. Bu da çıxartdı, mənə pulu uzadanda götürdüm, kaşlıq. İçindən pulu çıxartdım, kaşlıq dedi sənədlərini qaytardım. Xətai rayon polis idarəsinin 34-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulan Talih Əliyevin üzərindən Pakistan vətəndaşından quldurluq yolu ilə ələ keçirdiyi puldan 31 manat və hədə-qorxu gəldiyi mətbəx bıçağı istintaqa təqdim olunub. Onun barəsində Xətai rayon polis idarəsində Cinayət Məcəlləsinin 181.2.5, yəni silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə cinayət işi başlanıb. Əmlak müsadirə olunmaqla Talih Hacıyevi 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Simnarə Həmid qızı Elnur Abbasov, Space.